Bu yaxınlarda bir dostum TikTok'tan video attı ki onu izleyeyim. Bir Azərbaycanlıdır. Hər gün canlı yayım açır və yayımına 15 min, 17 min, 20 min insan baxır. Bu baxan insanların da böyük əksəriyyəti mən görən vaxtı yardım istəyirlər, kömək istəyirlər. Yəni canlı yayımda əməlli başlı nalə çəkirlər ki, məni də qoş və adamlardan kömək istəyim. Kimisi qaz pulunu ödəyə bilmir, kimisi işıq pulunu ödəyə bilmir, kimisi yemək dərdi çəkir, kimisi övladına, əsgər övladına corab almaq üçün pul istəyir. Həqiqətən insanın bağrını yaran vəziyyətdir və Azərbaycanın reallığını göstərir. Mən insanların bir-birinə əl tutmasına, kömək etməsinə, rəhmdillik etməsinə çox yaxşı baxıram. Amma bu xilas yolu deyil. Əziz dostlar, hörmətli tamaşaçılar, əziz Azərbaycanlılar, bizim dövlətimiz var. Azərbaycanın zəngin ehtiyatları var. 17 min, 18 min adam TikTok'a qoşulub bir-birindən pul istəmək yerinə necə düşünürsünüz? Bu qədər adam hər gün canlı efir vasitəsilə və yaxud da bir mitinqə çıxıb haqqını tələb eləsə, haqqını başqasının cibindən kim puldan yardım, səxavət yox, haqqını tələb eləsə, bizim problemlərimiz daha tez həll olmazmı? Hamınızın xatirinə sallam 19 yanvar 2019-cu ildəki Milli Şuranın keçirdiyi mitinq. Cəmi bir mitinq, 2 saat insanların orada tələbi, duruşu kifayət etdi ki, Azərbaycan hökuməti sosial müdafiəyə, insanların sosial ödənişlərinə 4,5 milyard manat pul ayırmalı olsun. Bu barədə sizi və hamımızı düşünməyə dəvət edirəm.